Salam müəllimələr, biz bugün sizinlə 3-cü sinifdə olan vacib məqamları vurğulayacağıq, nələrə diqqət etməliyik. İlk öncə burada rənglərin, belə deyək də, təsvirdə hansı ki əhval-ruhiyyə yaradırlar ki, onunla tanış oluruq. Qara rənglə çəkilmiş rəsm ağır, həyəcanlı, kədərli əhval-ruhiyyə yaradır. Boz rəng deməli olan təsvir qəmginlik, sakitlik hissi verir. Əgər bir təsvirdə zərif və yüngül əhval-ruhiyyə varsa da, burada ağ rəngdən istifadə olunub. Hal-hazırda bildiyimiz kimi testlərdə daha çox situasiya tipli testlər düşür və belə testlərlə tez-tez qarşılaşırıq ki, məsələn üçün, şagird zərif və yüngül bir təsvir yaratmalısa, məsələn, hansı rəngdən istifadə etməlidir? Buna görə də, yəni bu rənglərlə tanışlıq zamanı diqqətli olmaq lazımdır və çalışdığınız qədər onların əhval-ruhiyyəsini yadda saxlayın. Daha sonra burada fon, hansı ki dərinlik mənasını bildirir, əsas təsvirin arxa hissəsidir. Kolor isə rəng və ya rəng uyğunluğudur. Kolorit hansı ki rəssamların əsərində olan isti və soyuq rənglərin uyğunluğuna deyilir. Burada sübh çağı əsərindən tanış oluruq ki, hansı ki Mir Teymur Məmmədovun isti tonlarını işlədiyi bir əsəridir. Bu isə Mir Teymur Məmmədovun Yaddaş gecəsi əsəridir ki, soyuq tonlarla işləyib. Burada biz rəng kontrastından tanış oluruq ki, hansı ki kontrast rəng dedikdə, ümumiyyətlə kontrast sözünün mənası bir-birindən fərqlənən deməkdir. Rəng kontrastı isə bir-birindən kəskin fərqlənən rənglərdən söhbət açılır burada. Məsələn üçün, qırmızı və yaşlı görürsünüz bir-birinə kəskin fərqlənir və yaxud da ki, bənövşəyi və sarı kimi. Bunlar kontrast rənglərdir ki, hansı ki bir-birindən kəskin fərqlənən rənglər. Ton kontrastı isə bir rəngin açıq və tündlüyünün fərqidir. Burada məsələn yaşılın belə deyək də tonlarını görə bilirik və digər rənglərin. Tablo isə hansı ki təsvir, rəsm, iri ölçülü şəkil deməkdir. Təzad əks mənasını bildirir, ziddiyyət deməkdir. Daha sonra baxacaq burada hansı ki Zuğulbada dəniz əsərinə Böyükağa Mirzazadə təsvir edib bu əsəri. Bu əsərdə daha çox belə deyək də soyuq tonlar çoxluq təşkil etsə də daha tez nəzərə çarpan isti tonlardır. Dənizin suyunu yaşıl və firuzəyi rəngdə veribdir ki, hansı ki onun da üzərində ağ ləpələrlə tanış oluruq, görürük onları. Qızılı sahil isə daha tez nəzərə çarpır. Burada biz Zuğulbada dəniz əsərindən sonra Böyükağa Mirzazadənin daha bir əsəri olan Kəndimizin sakinləri əsərindən tanış oluruq. Bu əsərdə deməli hansı ki rəng qarışımı var. Bunlardan söhbət açılıbdır əsərin yuxarı hissəsində. Təhlillə bağlı baxarsınız. Bu əsərdə deməli çəhrayı, qonur, yaşıl boyaları sarı rənglə qarışdırıb gümrah və şən bir təsvir yaradıblar. Əhval-ruhiyyə bu tabloda gümrah və şəndir. Daha sonra görürük burada Xəzər neftçilərini, Böyükağa Mirzazadəni. Xəzər neftçilərində isə deməli bizim əsas rənglərimiz olan göy, sarı və qırmızı rəngi, həmçinin bura qonuru da əlavə edirik. Qonur rəngi də əlavə edirik. Bu rəngləri qara rənglə qarışdırıblar. Həyəcanlı və zəhmli bir əhval-ruhiyyə yaranıbdır. Burada isə Doğma düzənliklər əsərini görürük Səməd Haqverdiyevin. Maral Rəhmanzadənin Axşam əsərindən tanış oluruq. Güllər Rəşad Cabbarovun. Şana Pipik əfsanəsi Vüqar Əli. Sibel Sakit Məmmədov. Burada deməli obyektlə tanış olur ki, hansı ki bəzək əşyasının hazırlanma ardıcıllığını veribdir ki, 4 mərhələdən ibarətdir. İlk öncə obyekti müəyyən edir ki, hansı əşyanı hazırlayacaq. Məsələn, bu bir quş təsviri ola bilər, kəpənək ola bilər. İlk öncə onu müəyyən etdikdən sonra onun rəsmini çəkirik sadə formada. Daha sonra detallarını müəyyənləşdirir. Məsələn, gözlərini, üzərində olan bəzəkləri falan dəqiqləşdirdikdən sonra detalları müəyyənləşdirib hazır bəzək əşyasından tanış oluruq. Bu mərhələnin ardıcıllığı da yadda saxlamağa çalışın. Burada toxuculuq aləti olan hana ilə tanış oluruq. Daha sonra onun şaqili formada olan ipləri əriş adlanır. Buna vurulan düyün isə ilmədir ki, hansı ki xalçanı toxumaq üçün bizə lazımdır. Əriş və ilmə burada da görürük. Xalça naxışının əsas elementi isə forma, ritm, rəngdir. Ritm isə növbələmə, ardıcıllıq deməkdir. Burada bu növbələmə və ardıcıllığı görürük. Daha sonra Lətif Kərimovun yaradıcılığı ilə tanış oluruq, hansı ki belə deyək də xalçaçı rəssamımız idi. Onun təşəbbüsü ilə Bakıda Xalça muzeyi fəaliyyətə başlayıbdı.
yaradılıbdır. Daha sonra onun əsərlərinə Əfşan, Şuşalı, Göygöl, Füzuli, heyvanlar aləmində, Butala kimi əsərlərin adı qeyd olunubdur və məşhur əsərlərindən biri olan Əsrlərin nəğməsi ilə tanış oluruq. Həmçinin burada Əsrlərin nəğməsinin təhlili verilibdir ki, buna da baxarsınız. Hansı ki, qeyd olunur ki, pəncərələrin arasını və haşiyələri bəzəyən möcüzəli fiqurlar sehirli dünyaya gedən cığırlara səpələnib. Xalçada ənənəvi simmetri olmasa da, naxışlardakı rəngarənglik, sayrışan forma və fiqurlar vəhdət yaradaraq vahid ornamentə çevrilibdir. Burada biz insan fiqurundan tanış oluruq, hansı ki, stilizə olunmuş bir fiqurdur. Bildiyimiz kimi stilizə olunmuş dedikdə birinci dərəcəli elementlərin qabardılması, ikinci dərəcəli elementlərin itirilməsidir. Ceyranı görürük, dəvəni görürük, ulduz. Daha sonra burada deməli yallı rəqsini xatırladan əllə naxışını görürük. Burada da yallı rəqsi verilibdir. Daha sonra dekorativ tətbiqi sənətdə bildiyimiz kimi oyma var. Hansı ki, oyma ağac, daş və sümük üzərində həkk olunmuş naxışlardır. Keramika isə hansı ki, gil və digər mineral materialların qarşılığında əldə edilən məmulatdır və keramika insan tərəfindən əldə olunmuş ilk, belə deyək də, süni materialdır. Burada düyməni görürük, metal üzərində işlənibdir. Daha sonra burada kontrast rəngləri görürük, hansı ki, iki kontrast rəng var, yaşıl və qırmızı. Bir-birindən kəskin fərqlənən rənglər. Burada isə artıq 3 rəngin kontrastlılığını görürük. Burada göy, deməli, qırmızı və sarını. Əsas rənglərimizin kontrastlılığını görə bilirik. Daha sonra burada baxacağıq yonmaya, hansı ki, ağacdan hazırlanan qablardır yonma üsulundan. Cızma üsulundan isə daha çox burada görürük şüşənin üzərində işləyiblər. Şüşə üzərində cızma ilə bəzəklər, naxışlar vurulubdur. Burada keramika hansı ki, insan tərəfindən yaradılan ilk süni material hesab olunur. Bayaq qeyd etdiyim kimi. Konstruksiya isə ayrı-ayrı hissələrdən, formalardan ibarət olan, belə deyək də, quruluşdur. Daha çox memarlıq və belə deyim, dizaynla bağlıdır konstruksiya. Burada Böyükağa Mirzazadənin Mavi fonda Natimot əsərini görürük. Kamil Xanlarovun Sahədə. Burada da perspektivi göstəriblər ki, hansı ki, bildiyimiz kimi perspektiv qanunu əsasında bizdən uzaqlaşan obyektlər kiçilir, yaxında olanlar isə daha böyük və daha rəngli görünür. Yəni, bunları artıq biz 4-cü sinifdə keçəcəyik, hansı ki, xəttə perspektiv, hava perspektivi, bunlarla yaxından tanış olacaq. Burada kompozisiya hansı ki, ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaqdır. Bilirik ki, kompozisiyanı düzgün yerləşdirmək üçün ilk öncə təsvir, belə deyək, tam ortada, sərbəst formada yerləşdirilməlidir, özünü ifadə edə bilməlidir. Burada artıq təsvir aşağı sürüşdürülübdür. Burada çox böyük yuxarıda təsvir olunub. Burada bir küncdədir. Burada isə düzgün yerləşdirilmə var. Yəni, hər tərəfdən bərabər ölçü qoyulubdur. Qablar və digər, belə deyək də, ləvazimatlar özlərini sərbəst formada ifadə edə bilirlər. Burada, deməli, Məmmədağa Hüseynovun Balaca rəssam əsərini görürük. Daha sonra eskiz və etüdlə tanış oluruq. Eskiz nədir, etüd nədir? Eskiz təsəvvür əsasında deməli ilkin qaralamadır ki, hansı ki biz nə zamansa gördüyümüzü təsəvvürümüzdə canlandırıb onun ilkin qaralamasını edirik. Etüd isə naturadan ilkin qaralamadır ki, hansı ki təsvir qaydalarını, deməli təsvir sənət əsərini öyrənmək məqsədilə çəkilir. Yəni qarşımızda olan varlıqların naturada göründüyü kimi qaralamasını ediriksə, artıq bu etüd gedir. Burada rəngkarlıq, hansı ki, rəngkarlıq deməli, təsvir sənətinin növlərindən biridir ki, onun bədii ifadə vasitələrindən tanış olur, rəng və ləkə. Toğrul Nərimanbəyov yaradıcılığına tanış oluruq. Bildiyimiz kimi, Toğrul Nərimanbəyov daha çox narlar mövzusunda rəsmlər çəkibdir. Nar onun ən sevimli, belə deyim də, əsərlərinin obrazı idi. Onu canlandırırdı. Burada onun xurcunla nar, narlar, nar ağacı kimi əsərlərin adı çəkilib. Sevincli gün əsərini görürük. Xurcunla nar əsərini görürük. Və onun yaradıcının, belə deyək də, fərdi üslubun əsas əlamətləri var idi ki, kompozisiyanın bolluğu idi, obrazların bolluğu, kompozisiyanın dolğunluğu, daha sonra bədii dekorativlik var idi, zəngin əlvan kolorit var idi ki, bunları da çalışdığınız qədər yadınızda saxlayın.
Burada qrafika ilə tanış oluruq. Hansı ki, bildiyimiz kimi qrafik təsvirlər ağ-qara təsvirlərdir. Əsas ifadə vasitəsi isə xətt, ştrix, tondur. Qrifeli görürük ki, qələmin ucu qrifel adlanır. Xəttlə, ştrixlə. Burada isə biz artıq deməli ştrixləmə, tona çevirmə və yayma haqqında məlumat alırıq. Ştrixləmə nədir? Belə deyək də, xəttlərin sıra ilə və yaxud da onun üzərindən bir də çarpaz çəkilməsi. Tona çevirmədə isə ştrixlərin üstə bir neçə dəfə çəkilməsi. Gördüyümüz kimi burada bir artıq tonlaşdırma var. Yaymada isə ən tünddən ən açığa olan ton keçidir. Gördüyünüz kimi tünddən açığa doğru olan ton keçidi. Və bizim ən çox qrafik rəsmlər çəkən rəssamımız Ələkbər Rızaquliyevdir. Burada onun deməli Qala küçəsi əsərini görürük, Qalada əsərini görürük və Qız Qalası əsərindən tanış oluruq. Süjet isə deməli digər bir fon üzərində bir rəngli təsvirlərə deyilir, hansı ki kölgəni xatırladır. Ağ fonda qara ola bilər, qara fonda ağ ola bilər. Həmçinin süjet deməli təsvirin incəsənətinin bütün növlərində təsvirlər yaratmaq olur. Süjet yalnız memarlıqda yoxdur. Burada da qeyd olunub, hansı ki rəngkarlıqda, heykəltaraşlıqda, dekorativ tətbiqi sənətdə və hətta teatrda da süjetlər yaratmaq olur. Daha sonra Uzun yol günəşli payız günü İshak Levitanın əsərindən tanış oluruq burada. Burada süjeti görürük. Ağ fonda qara, qara fonda ağ təsvir. İllüstrasiya və miniatürlə tanış oluruq. Hansı ki illüstrasiya bildiyimiz kimi mətnin rəsm vasitəsinin ifadəsidir. Miniatür isə deməli kiçik ölçülü əlyazmalara çəkilmiş rəsmlərdir. Burada Qəzənfər Xalıqov yaradıcılığına tanış olur ki, onun kömür və akvarel texnikasına işlədiyi əsərlər var idi. Bunlardan Məhəmməd Füzuli, Xəqani Şirvani, Xəqani Zindanda, Koroğlu at belində adları çəkilibdir. Daha sonra onun həm teatr dekorasiyasından, həm kino rəssamlığından, həm də rəngkarlıq və qrafika ilə məşğul olduğu haqqında məlumatlar verilib bizə. Burada isə onun kitab illüstrasiyalarla tanış oluruq. Göz yaddaşınızla yadınızda saxlamağa çalışın. Testlərdə qarşınıza çıxa bilər ki, yəni hansı rəssamımıza aiddir. Gördüyünüz kimi bu onun illüstrasiyaları. Daha sonra Nizami Gəncəvinin portretini çəkən rəssam Qəzənfər Xalıqovdur. Burada isə portret haqqında məlumat verir ki, hansı ki portret dəqiq cizgilər deməkdir. İnsanın həm daxili, həm də xarici aləmini özündə əks etdirir. Qadın portreti Hafiz Zeynalovun, Zəmbil toxuyan qoca isə Asət Cəfərovun əsəridir. Burada isə şagirdlərin quaşla çəkdiyi rəsmləri görürük. Deməli, Dağlarda Qafar Seyfullayevin, Çayçı Məhəmməd Rasim Babayevin əsəridir. Gəzinti isə Böyükağa Mirzazadənin əsəridir, hansı ki burada deməli impressionizm üslubunda çəkilib bu təsvir. Burada isə metal üzərində döymə və cızma naxışlardan söhbət açır, hansı ki bu naxışları vuran şəxsə dəmirçi deyilir. Natriumot cansız təbiət mənasını bildirir. Burada sərnişlə tanış oluruq. Kasa, səhəng, sərpuş, həmçinin həvəng dəstə və qazanı görürük. Burada isə biz deməli yaz nəğməsi əsərini görürük. Qrafik üsulda işləyib Altay Hacıyev. Daha sonra Mənim diyarım Xalidə Səfərovanın əsəridir. Bu əsər isə Elturan Avalovun əsəridir. Şuşa Gövhərağa məscidinin yuxarı minarəsi. Burada Samavarlar əsərini görürük Məhəmməd Orucovun. Şirvanşahlar sarayının Qoşaqala qapısı üzərində olan təsvirlər ki, hansı ki öküzün başı və pələnglər təsvir olunubdur. Bu isə Şirvanşahlar sarayı və onun Qoşaqala qapısı. Burada isə Koroğlu operasına çəkilmiş eskizlərlə tanış oluruq ki, hansı ki onları Tahir Salahov çəkibdir. Koroğlunun silahdaşları, saray keşikçiləri, Həsən xanın sarayı və Koroğlunun eskizini görürük.
Dekorasiya haqqında məlumat verir ki, hansı ki tamaşa qəhrəmanlarının geyimləridir, onları əhatə edən səhnə elementləri hamısı dekorasiyaya aiddir. Hansı ki, maket isə ilkin nümunədir ki, hər hansı belə deyək də, əvvəlcədən düzəldilmiş stolun üzərində hazırlanır bunlar. Yəni hansı ki, bu tamaşaya da aid ola bilər, hər hansı bir şəhərlə bağlı ola bilər, hər hansı bir küçənin əvvəldən hazırlanmış maketi ola bilər ki, ilkin nümunəsi hazırlanır. Daha sonra ona baxılaraq belə deyək də, həmən səhnə və yaxud da ki, həmən belə deyim də, küçənin maketi üzərindən iş görülür ki, hər şey düzgün formada yerləşdirilsin. Maket haqqında bu qədər. Burada isə marionetkanı görürük, hansı ki, iplərin köməyi ilə canlanan kuklalardır. Əlcək kuklaları görürük. Burada Nizami Gəncəvin heykəlini görürük, hansı ki, Fuad Əbdürrəhman işləyib. Piedestal isə atlıq özüldür, hansı ki, heykəlin atlığı. Monumental, əzəmətli, möhtəşəm deməkdir. Burada hər birinin mənası verilib ki, hansı ki, monumental bir heykələ hər tərəfdən baxmaq olur. Abidə isə tarixi şəxslərə xatirə olaraq ucaldılır. Piedestal isə qeyd etdiyim kimi heykəli sütun dikəldilən atlıq və özül. Burada Tokay Məmmədovun Nəsimi heykəlini görürük. Hansı ki, Tokay Məmmədov bu heykəli İbrahim Zeynalovla işləyib. Məhəmməd Füzulini isə Ömər Eldarovla birlikdə Tokay Məmmədovun işidir. Muzeylər haqqında burada məlumat alırıq, hansı ki, yadda saxlayın bölməsində. Muzey maddi mənəvi dəyərlərin qorunduğu, saxlanıldığı, öyrənildiyi yerdir. Eksponat muzeydə nümayiş olunan məmulatlardır. Ekspozisiya isə həmən məmulatların müəyyən bir qayda ilə düzülüşüdür. 3-cü sinifdən bu qədər. İnanıram ki, videom sizlər üçün faydalı oldu. Digər videolarda görüşmək ümidi ilə hələlik.